Müğənni Sevda Sanalıyeva uzun fasilədən sonra televiziya proqramına qatılaraq səmimi açıqlamaları ilə diqqət çəkib. Xəbərin ünvanı bildirir ki, sənətçi Tarixin Bir Günü adlı verilişin qonağı olub. Uzun müddətdir teleməkanda görünməyən ifaçı, bu fasilənin səbəbinin bəzi aparıcıların qeyri-etik davranışları olduğunu bildirib. Sanalıyevanın sözlərinə görə bəzi aparıcılar onun şəxsi həyatı ilə bağlı təxribat xarakterli və narahatlıq doğuran suallar verdikləri üçün o efirlərə çıxmaq istəməyib. Müğənni bildirib ki, sənətlə bağlı danışmağa gəlmiş bir qonağa şəxsi həyatla bağlı yönləndirilmiş sualların verilməsi doğru yanaşma deyil. Bəzi aparıcıların davranışı məni ciddi şəkildə narahat etdi. Onlar sənət fəaliyyətimdən çox şəxsi münasibətlərimə fokuslanmağa çalışdılar. Bu cür yanaşma insanı incidir və sənətdən uzaqlaşdırır. Məhz buna görə də müəyyən müddət mediadan uzaq qalmağı seçdim. Sevda Sanalıyeva qeyd edib ki, hazırda özünü daha rahat və güvənli hiss etdiyi platformalarda çıxış etməyə üstünlük verir. O, sənət yoluna sevgi və hörmətlə yanaşan hər bir layihədə məmnuniyyətlə iştirak edəcəyini də vurğulayıb. Xatırladaq ki, Sevda Sanalıyeva Azərbaycan musiqi aləmində özünə məxsus ifa tərzi ilə tanınan sənətçilərdəndir. Onun səsi və səhnə duruşu illərdir dinləyicilər tərəfindən rəğbətlə qarşılanır.